Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu və salatu və selamu alə mən la nəbiyyə bə'du həmmə bə'd. Demək, davam edirik Sələsit Usul, yəni 3 əsas adlı risaləni Şeyxülislam Muhammed ibn Abdülvahhab rahimahullahın və qalmışdıq 7-ci dərsdə. Və Rabbə cəmiyyəl aləmin bi ni'mih. Deyir ki, Şeyx rahiməhullah, fizəqil ləkə mən rabbuk. Və səndən soruşsalar ki, sənin Rəbbin kimdir? De ki, Rəbbim Allahdır, hansı ki məni və bütün aləmləri öz neymətləri ilə bəsləmişdir. Yəni tərbiyələndirmişdir. Yəni Rəbb sözünün mənasını keçən dərsdə dedik. Və huve mə'budi leysə li mə'budun sivah. Və o mənim məbudumdur. Nədir məbud sözünün mənası? Yəni ibadət etdiyimdir. Ondan savayı, ondan başqa ibadət etdiyim yoxdur. Və dəlil qavluhu Teala və bunun da dəlili dedik ki, keçən dərsdə Elhamdülillahi Rabbil aləmindir. Və kullu mə sivallahu aləm və Allahdan savayı hamısı daxildir bu aləmin sözünə, yəni aləmdəndir. Yəni Elhamdülillahi Rabbil aləmin sözündəki Rəbb var, bir də aləmlər var. Yəni Allahdan savayı hamısı nədir? Aləmlərdir. Və mən də deyir, bu aləmlərdən biriyəm. Feyzəqil ləkə bimə arafta rabbək. Sonra növbəti sual odur ki, əgər soruşsalar ki, yaxşı, Rəbbin Allahdır, bəs Rəbbini nə vasitəsilə, nə cürlə, hansı yolla tanıyırsan, de ki, fəqul bi əyətihi və məxluqatihi. Ayətləri ilə və məxluqatı ilə. Yəni, ayətləri və məxluqatları onun varlığına dəlalət edir. Ayətləri və məxluqatları. Fəqul əraftuhu bi əyətihi və məxluqatihi. De ki, yəni onu ayətləri ilə, məxluqatları ilə tanıyıram. Əlləti nasabəhə dələlətən alə vəhdəniyyətihi. Yəni, sözün mənası, belə ayət sözünün mənası dəlalət edən bir şey. Yəni, ayət sözünün mənası belə dəlalət edən bir şeyə deyilir. Allahın təkliyinə çünki dəlalət edir. Allahın rububiyyətdə və ilahiyyətdə təkləşməsinə dəlalət edir. Ayətlərin cəmi ayədir, təki, daha doğrusu cəmi ayətlər, əl-əyət, təki isə əl-əyə. Yəni, ayə sözün mənası nədir? Dəlalət, əlamət. Məxluqat nədir? Və huvə mə əvcədə bə'dəl ədəm. Yoxdan var olan bir şeyə deyilir. Yəni, xəlq olunmuş bir şey. Sonra deyir ki, və min əyətihi leyl və nəhər. والشمس والقمر ومن مخلوقاته السماوات السبع والأرضون السبع وما فيهن وما بينهما. Və ayətlərinə daxildir gecə, gündüz, günəş, ay, bu ayətlərdir. Məxluqatına daxildir 7 göy, 7 yer, içində olanlar və arasında olanlar. Yəni göyün içində, yerin içində və göy və yerlə arasında olanlar. Yəni ayırır, müəllif ayırır burada ayətləri məxluqatdan, ayətlər gecə, gündüz, günəş, aydır. Halbuki bunlar da məxluqatdır öz-özlüyündə. Məxluqat isə deyir ki, 7 göy, 7 yer, içində olanlar, yəni səmaların içində olanlar, yerlərin içində olanlar və yer və göylərin arasında olanlar. Deyir ki, وَمِنْ أَعْزَمِ آيَاتِهِ الْمُشَاهَدَ بِالْأَبْصَارِ. Ayətlər çünki bölünür gözlə görülən ayətlərə və qulaqla eşidilən ayətlərə. Gözlə görülən ayətlər hansılardır? Misal çəkir gecəni, gündüzü. وَكَوْنُ اللَّيْلِ يَأْتِ عَلَى النَّهَارِ فَيُغْطِيهِ. Və diqqət yetirsən, deyir, görürsən ki, gecə gəlir, gündüzü örtür. Yəni bu hərəkətdir. Hətta kəənnəhu ləm yəkun. Sanki hələ bil ki, heç gün yox idi, günüz yox idi. Gecə onu örtdü. Yəni qaranlıqlaşdı. Thumma ya'tin nahar fayazhabu bi zulmatil layl. Sonra nahar, gündüz vaxtı gəlir və gecəni elə aparır. Elə bil ki, gecənin zülməti yox imiş.
Hətta kəənnə leyl ləm yəkun fəməciyyü həzə və zəhəbə həzə bi həzi sifə və birinin belə getməsi, digərinin belə gəlməsi bu formada, bu sifətdə, bu surətdə müşahidə olunan bir şeydir. Bu açıq-aşkar bir dəlalətdir, açıq-aşkar bir ayətdir. Allahın əzəmətinə, onun təkliyinə, onun varlığına, xaliq olmasına, yoxdan var etməsinə. Həmçinin günəş, ay, yəni gözlə görülən ayətlərdəndir. Günəş, ay. Və kavnihimə yecriyəni həzəl cərayəni əl-mutqan ləş-şəms yənbəği ləhə ən tudrakəl qamerə və ləl-leyli səbiq ən-nəhər və kulli fi fələkin yəsbəhun. Və bunların bir nizamla getməsi, yəni biri obrusunu qabaqlamaması, nə günəşdir, ötə bilər, ayı qabaqlaya bilər, nədir ki, gecə gündüzü qabaqlaya bilər və kulli fi fələkin hər birisi öz məcrasında idarə olunur, hərəkət edir. Bunlar hamısı dəlalət edir yenə də Allahın təkliyinə, varlığına, onun əzəmətinə. Həmçinin məxluqatlardan deyir ki, Allahın təkliyinə dəlalət edən əzəmətli səmalar, 7 qat səma, onların ucalığı, onların genişliyi və həmçinin 7 qat yer və onların uzanması, yerin döşənməsi və həmçinin səmada olan, yəni böyük əzəmətli olan məxluqat, ulduzlar kimi, parlaq ulduzlar kimi və yerdə olan, yəni əzəmətli məxluqat, dağlar kimi, dənizlər kimi və digər bu kimi şeylər, yəni hamısı diqqət cəlb edir Allahın varlığına. Bunlar hamısı nə edir? Diqqət cəlb edir Allahın varlığına, təklikinə. Yəni bu nizam hamısı birbaşa dəlalət edir Rəbbin, idarəçinin, yaradanın, malikin olmasına. Aydındır bu. Yəni nə ilə demək tanıyırıq? Allahı ayətləri ilə və məxluqatı ilə. Ayətlər bölünür. Görülən və eşidilən, görülən ayətləri misal çəkir müəllif. Eşidilən isə yəni bizə nazil olan Allahın ayətləridir, Quran ayətləridir. Yəni bu eşidiləndir. Bunun dəlili nədir? Dəlili Quran ayəsi. Və dəlil qavluhu Teala. Allah Taala'nın ayəsidir ki: "Və min ayatihi'l leylu ve'n-nahar ve'ş-şemsu ve'l-qamar." Və Allahın bir ayətlərindəndir. Yəni Allaha dəlalət edən, Allaha işarət edən əzəmətli məxluqatdandır ki, gecə, gündüz, günəş, ay, la təscudu liş-şəmsi və lil-qamar. Yəni bu əzəmətli məxluqatlara, yəni günəşə, aya səcdə etməyin. Vascudu lillahi. Yalnız Allaha səcdə edin. Əlləzi xalaqahunna. Hansı ki o yaradıb onları. İn kuntum iyyahu ta'budun. Əgər yalnız ona ibadət edirsinizsə. Və həmçinin Allah Taala buyurur: "İnne rabbakumullahu allazi xalaqas semawati vel arda fi 6 ayyamin, thumma istawa ala'l arsh, yughshil leylen nahara, yatlubuhu hasisa veş-şemsu vel-qamara ven-nucumu musakhkharatin bi amrih." Ələ ləhul xalq vəl-əmr, təbərəkallahu rabbul aləmin. Növbəti ayədə Allah Taala buyurur: İnne rabbakumullahu allazi xalaqas semawati vel-ard. Həqiqətən sizin Rəbbiniz o Allahdır ki, göyləri və yeri yaratdı 6 gün ərzində. Thumma istava alal arş. Ondan sonra arşa istiva etdi. Nədir istiva etmək? Yüksəldi. Yəni biz buna məna veririk. Necə ki sələf verib buna məna. Yəni istiva etmək, yüksəlməkdir mənası. Yughshil leylən nəhara yatlubuhu hasisa. Gündüz gecəni örtür. Yatlubuhu hasisa gələcək mənası. Veş-şems vel-qamar ven-nucum musakhkharat bi amrihi. Eləcə də deyir günəşdir, aydır, ulduzlardır, Allahın əmri ilə idarə olunur. Ələ ləhul xalqu vəl-əmr, məyər yaratma və əmr Allaha məxsus deyilmi? Təbərəkallahu rabbul aləmin. Allah deyir, yəni mübarəkdir, aləmlərin Rəbbidir. İndi bu mənalara gəlirik. Deməli, istiva mənası Allaha yaraşan şəkildədir, onun əzəmətinə yaraşan şəkildədir. Necə ki İmam Məlik rahimehullah buyurmuşdu: Əl-istiva məlum.
İstivanın mənası deyir bizə məlumdur. İstiva məlum şeydir. Yəni hamısı başa düşür bu sözün lüğəti mənasını, hamısı başa düşür bu məna nə deməkdir. Lakin Allaha nisbətdə keyfiyyət deyir məşğuldur. El-keyfu məşğul. Vəl-imanu bihi vacib. Buna rəğmən buna iman etmək vacibdir. Yəni deyə bilmərsən ki, Allaha buraxıram bu elmi. Necə ki təfvid əhli, batil əhli deyir. Nədir ki, deyə bilmərsən ki, istiva burada istəv ilə mənasıdır. Hər hansı bir yozun verə bilmərsən. İman etmək vacibdir. Mənası məlumdur. Keyfiyyəti məşğuldur. Yəni, keyfiyyətini bilmirik. Mənasını deyə bilmərsən, biz bilmirik bu mənasını. Çünki iman etmək vacibdir. Və sual ənhu bidə. Lakin sual vermək nədir? Necəlik barəsində bidətdir. Və bihəzə qalə sələf və ədillətu uluvihi alə xalqihi və istivaihi alə arşi əksər min ən tuhsar. Və beləcə də İmam Məlikin dediyi kimi sələf də demişdi, vurğulamışdılar. Və Allahın deyir, məxluqatı üzərində ucalığı, onun arşa istiva etməsi barəsində dəlillər həddindən artıq çoxdur və müsəlmanlar da bunun üzərində icma etmişdir. Bu istiva, arşa istiva etmək mənası. Sonra gəlir, yəti bil-leyl və yuğti bihin nəhər. Gecəni gündüzlə örtməsi. Nə deməkdir? Yəni, bürüməsi. Hətta yəzhəbu bi nurihi və yaxşən nəhər bil-leyl. Yəni, gecə gəlir, gündüzün nurunu aparır. Və yaxşən nəhər bil-leyl. Sonra gündüz gəlir, gecəni aparır. Yatlubuhu həsisə. Bu sözün mənasını tələbə səriyən, yəni surətlə arasında fasilə olmadan. Yəni, gecə gedir, gündüzə çevrilir, gündüz gedir, gecəyə çevrilir. Yəni, arasında fasilə olmadan, yəni biri obursunu qabaqlaya bilmir. Yəni, o fasilə, o müddət olmur qabaqlasın. Sonra deyir ki, günəşdir, aydır, ulduzlardır. Bunlar hamısı Allahın əmri ilə idarə olunur. Yəni, bunlar cərəyan edir. Yəni, zəlil olaraq Allahın əmrinə tabi olur. Yəni, nə biri digərsini ötmür, nə də ki, ona maniyyətçilik törətmir. وَإِذَا تَأَمَّلْتَ هَذَا الْعَالَمَ وَجَدْتَهُ عَلَى أَحْسَنِ النِّظَامِ وَتَمِّهِ. Sən düşünsəndir, yəni bu aləm haqqında, yəni bu şeylər haqqında görərsən ki, bunlar ən gözəldir, nizam şəklindədir, ən kamil şəkildədirlər. وَأَدَلُّهُ عَلَى وُجُودِ خَالِقِهِ جَلَّ وَعَلَى. Və bunlar deyir, özünün yaradıcısına necə də, yəni kamil şəkildə dəlalət edir, onun təklikliyinə, onun qüdrətinə. Sonra deyir ki, və rabbuhu vəl məbud. Rəbb sözü burada, yəni bir çox ayələrdə Rəbb sözü məbud mənasında keçir. Yəni Rəbb rububiyyətə dəlalət etmir. Rəbb rububiyyət bildirir, amma bir çox yerlərdə Rəbb deyiləndə, yəni bu rədd olaraq, yəni kəlam əhlinədir əslində. Çünki onlar qayəni, tövhidin qayəsini, tövhidin məqsədini rububiyyətdə görürlər. Amma Rəbb bir çox yerdə məbud mənasında işlənir Quranda. Yəni, Rəbb, məbud mənası. Yəni, dedik keçən dərsdə, Rəbbin mənaları var. Tərbiyə edən, yaradan, malik olan, idarə edən, ruzlandıran. Bunlar hamısı nədir? Rəbb sözünün mənalarındandır. O cümlədən məbud da onun mənalarından biridir. Ona görə Quranda çox rast gəlir. Rəbb məbud mənasında. Necə ki, bunun dəlili müəllif deyir ki, bunun dəlili Allah Taala'nın bu sözüdür. Yə əyyuhən-nəsu budu rabbəkum. Ey insanlar, Rəbbinizə ibadət edin. Yəni, ibadət nədir? Məbud edin, yəni Rəbbinizi. Əlləzi xaləqakum vəlləzinə min qablikum. Hansı ki, sizi və sizdən qabaqçıları yaratdı. Ləəlləkum təttəqun. Bəlkə təqvalı olasınız. Əlləzi cəalə ləkumul arda firashən və səmə binəən və ənzələ minəs-səməi məən fəəxrəcə bihi minəs-səmərati rizqən ləkum fələ təcəlu lillahi əndədən və əntum tə'ləmun. Hansı ki, deyir, yeri sizin üçün döşəməkdir. Səmanı isə üzərinizdə bina etdi, ucaltdı. Bina olaraq ucaltdı. Və ənzələ minəs-səməi məən fəəxrəcə bihi minəs-səmərat rizqən ləkum. Və səmadan, yəni ucalıqdan, səma bəzən səmaya deyilir, bəzən ucalığa deyilir, bəzən buluda deyilir. Hər uca olan bir şeyə səma deyilir ərəb dilində. Və səmadan, yəni ucalıqdan sizin üçün su endirdi. Fəəxrəcə bihi minəs-səmərat rizqən ləkum. Sonra o su vasitəsilə sizin üçün deyir, yəni ruzu olaraq
nə yetişdirdi? Bəhrələr yetişdirdi. Fələ təcəlu lillahi, elə isədir Allaha deyir, bildiyiniz halda tay tutmayın. Yəni, ibadətdə şərik qoşmayın. Tay tutmayın nə deməkdir? Bildiyiniz halda. Yəni, bu şeyləri bildiyiniz halda ki, sizi ruzlandıran, sizi yaradan, bu cür məxluqatı yaradan, sizin istifadənizə verən, yəni bu halda, yəni bunu bildiyiniz halda ona tay tutmayın ibadətdə. Yəni bu bilirsiniz ki, bu şeyləri bir varlıq xaliq edir. Düzdür? İbadətdə də ona tay tuturdu bəyəm neydə? Rubiyyətdə kim tay tuturdu ki? Hə? Kim deyirdi ki, səmadan suyu nazil edən başqasıdır və yaxud yeri döşəmə edən başqasıdır və yaxud səmanı bina edən başqasıdır. Kim tay tuturdu ki? Tay tuturdular neydə? İbadətdə. Ona görə burada Rəbb mənası nədir? Məbud mənasındadır, necə ki müəllif dedi və bunu da dəlil olaraq gətirdi. Aydındır bu. Sonra deyir ki, sözünə qüvvət olaraq, yəni bu ayəni gətirmişəm və bu ayənin təfsirində təfsirçilər nə deyir? Deyir ki, Qal İbn Kəsir rahimehullah, yəni İbn Kəsir rahimehullah təala, yəni məşhur təfsirçilərdən biridir. Yəni görkəmli, hamı tərəfdən qəbul olunmuş təfsirçidir. Deyir ki, bu ayənin təfsirində Əl-Xaliqu li həzgil əşya huvəl mustahiqqu lil ibadə. Bu şeyləri yaradan, deyir, sözün mənası odur ki, bu ayənin mənası odur ki, bu kimi şeyləri yaradan, bu kimi şeyləri xəlq edən yalnız odur ibadətə haqqı çatan, layiq görülən. Yəni burada söhbət neydən gedir? İbadətdən. Yəni ennel ayət dəllə alə ennellezi xalaqə həzgil əşya və avcədəhə minəl adam alə qeyri misalin səbəq vəl mustahiq lil ibadə. Yəni mənası odur ki, bu ayətlər hamısı dəlalət edir ona ki, bu kimi şeyləri yaradan, yoxdan var edən və bundan qabaq bunun bir misalı çəkilmədən onu, yəni misal çəkilməmiş bir şey, yəni sıfırdan yaratmaq, yəni onun əzəmətinə, təkliyinə dəlalət edir, qüdrətinə dəlalət edir. Yalnız odur, yəni ibadətə layiq görülən. Sonra deyir ki, müəllif rahimehullah və enval ibadəlləti əmrəllah bihə, yaxşı bu ibadətlər nədir? Hansı ki Allah əmr edib onları yerinə yetirmək. Deyirik ki, Allaha ibadət etmək lazımdır. Rəbb məbuddur. Məbud da o deməkdir ki, yəni ona ibadət olunmalıdır. Yalnız ona, hə? Və ayələr də gətirir ki, başqasına yaramaz ibadət etmək layiq görülmür. Başqaları, yəni haqqı çatan ibadəti yalnız odur. Yaxşı, bu ibadətlər nədir? Deyir, o ibadətlər ki, hansı ki Allah Taala bizə əmr edib yerinə yetirmək, o ibadət növləri misal olaraq nədir? İslamdır, İslam ibadətdir. İmandır, ibadətdir. İhsandır, duadır, qorxudur, ümiddir, təvəkküldür, rəğbətdir, çəkinməkdir, xuşudur, xaşyə, yəni qorxu növündəndir. Vəl-inəbə Allaha tərəf dönməkdir, isti'anə Allaha yalvarmaqdır, isti'azə Allaha sığınmaqdır, istiğasə yardım ummaqdır, kömək ummaqdır, zəbhdir, qurban kəsmək nəzirdir və qeyri ibadət növləri hansı ki Allah Taala əmr etmişdir. Bunu yerinə yetirsinlər yalnız ona şərik qoşulmadan. Və bu ibadətlər hamısı təfsilatla inşallah, yəni müəllif burada gətirəcək və dəlillərini zikr edəcək. Dayanaq inşallah bu yerində. Subhanallah, həmd əşhədu an la ilahe illallah, əstəğfiruke və etûbü ileyk.